Bizde Sovetski'de biraz farklıydı. Kimse nişanlısının, sevgilisinin ve nihayet hayat yoldaşının elinden bile tutabilmezdi Sovetski'den keçəndə. Ve bunu geride kalmışlıq adı ilə müasirləşdirməyə çalıştılar. Ve görünen odur ki, müəyyən şeylerin sərhədlərini aşmaq olmaz. Olmaz da qardeş, olmaz. Belə olduqda ne oldu? Qadın sehrini itirdi. Qadın sehrini itirəndə bəzi dırnaqarası bığı-burma kişilər qadını, hətta o qadını ki, kimliyindən asılı olmayaraq uşaq evində, qocalar evində yardımla məşğuldur. Təhqir eləməyə başladılar, tənqid eləməyə başladılar. Ümumiyyətlə bir kişinin qadın haqqında nəsə deməyi bir qırağaya, ümumiyyətlə bu bizdə qəbul edilən deyil. Söhbət bizim məhəllələrdən gedir. Təhqir və tənqid etməyi, nə bilim, bunu sizin vicdanınıza bırakıram. Amma sual verirəm, bəs mental dəyərlər, bəs şərq, bəs namus, bəs qeyrət, bəs ayıbdır, bəs bu söhbət. Çox ümid eləyirəm ki, bütün bunları düşünmək üçün qarşınıza qoyub, baxıb, düşünüləcək bir papağımız var.